Azərbaycanın ən böyük komandası. Bu Qarabağ deyil. Bu basketbol üzrə milli komandamızdır. Əlbəttə ki, söhbət kişi komandasından gedir. O komanda ki, bugün məşhur İskəndərin yerləri olan Şimali Makedoniyada Avropa çempionatının seçmə mərhələsinin ilk oyununu keçirəcəklər. Bu çox çətin oyundur. Bu oyunda komandamıza uğurlar arzu edirəm və komandanın əsas oyunçuları Amil Həmzəyev, Kamran Məmmədov, Şirzad Şirzadov və digərləri əfsuslar olsun ki, öz klublarında Neftçi olsun, Sabah olsun çox az vaxt keçirirlər. Amma bu milli komandadır və milli komandanın bazasına gələndə, oyunlarını keçirəndə artıq klublar sayılmır və hər bir şey ancaq qələbə üçün. Və onu da əlavə edək ki, həmin milli komanda keçən il Dünya çempionatının seçmə mərhələsində Kosovo kimi komandaya qalib gəlmişdi. Bu Azərbaycan basketbolunun seçmə mərhələdə, dünya çempionatlarının seçmə mərhələlərində ilk qələbəsi idi. Ümid edirəm bu gün də komandamız güc göstərəcək və uğurlu oyun olacaq.